Mən həyatımda çalışmışam ki, maksimum şəkildə həmişə ədalətli olum. Bunu nə qədər bacarırıq, bu ayrı məsələdir. Amma niyyətim, qəlbim insanlara qarşı, ailəyə qarşı, dostlarıma qarşı, iş yoldaşlarıma qarşı, xüsusən də mənim belə deyək də, dini, mənəvi anlayışıma görə ki, insanlar, xüsusən rəhbər, əlinin altındakı insanlara çalışdırdığı insanlardan sorumludur, cavabdehdir, cavab verəcəkdir, müxtəlif müəyyən yerdə, vaxtı, zamanı gəldiyində. Ona görə bu məsələ mənim üçün hər zaman ağlımın bir hissəsindədir və mən bilirəm ki, biz davranışlarımıza görə, hərəkətlərimizə görə cavab verəcəyik. Və bunu da mən həmişə istəmişəm ki, mühit, çalışdığımız yerdəki mühit, atmosfer sağlam olsun, bərabərlik olsun, sevgi olsun, mehribançılıq olsun. Mən inanıram ki, bunlar olduğu halda işlərin də bərəkət olur. Mən bu işlərə inanan adamam, bu şeylərə inanan adamam. Soruşsaz ki, həyatınızda ən birinciyə duran nədir? Mən deyərəm ki, ədalətdir. Bu bir mənalı deyil yenə də. Ola bilsin ki, kimsə bunu qəbul etməsin, kimsə buna razılaşmasın. Amma biz məsələyə, yenə də deyirəm, hətta məsəl üçün əmək haqqı dönəmi gələndə, məsələn, bir gün keçən kimi mən deyirəm ki, yox, vermək lazımdır. Bəzən olur yəni aramızda, deyirəm ki, yox, mütləq hardından necə olursa olsun, yəni işçilərin əmək haqqıları. Çünki bu bunların zəhmətidir, onların haqqıdır. Yəni bugün bu var, yoxdur, biz çətinlik çəkirik, maddi olaraq, falan olaraq. Məsələdə onun işçilə əlaqəsi yoxdur. İşçi vaxtında gəlir, vaxtında işini görür, əgər təhvil verirsə və mən yanaşdığım kimi, yəni mənim düşünürəm ki, işçilər də bu məsələyə bu şəkildə yanaşmalıdır.